Doktor selam. Devam edirik. Test 14 ilə. Deməli, nə edib burada uşaqlar? 3, 9. 3-ü vurub 3-ə 9, 9-dan 5 çıxıb 4. 4-ü vurub 3-ə 12, 12-dən 5 çıxıb 7, 7 vur 3, 21, 21-dən də 5 çıxacaq 16. Yəni 3-ə vurub 5 çıxıb. Bu sıra nə? Ardıcıllıq kimi baxın. 3, 9, 4. Yəni bu şəkildə ardıcıllıqdır. 5-ə vurub, daha doğrusu 3-ə vurub 5 çıxa-çıxa gedibdi. Düzgün cavabımız oldu. Birinci testdə A variantı. Aşağıdakı cədvəldə hər bir sətir, sütun və diaqonal üzrə yazılacaq ədədlərin cəmi eynidir. Məsələn, bura bir A yazıram, B, C, D bu şəkildə. Yəni, tutaq ki, 11 üstəgəl x üstəgəl 15 diaqonal. Bunun cəmi, məsəl üçün, bunun cəminə bərabər olsun. 11 üstəgəl C üstəgəl 18. Başa düşdünüz? Ya da ki, bu olmasın, olsun bunun cəmi. C üstəgəl x üstəgəl 16. Düzdür mü? Bunu niyə belə yazdıq? Bax, hər tərəfdən x-lar islah olunsa, 11 üstəgəl 15 misal alındı, 26 bərabərdir. C üstəgəl 16, 26-dan 16 çıxanda C 10-dur. Əla, bir dənəsini tapdıqsa, işimiz qəşəngləşdi. C buraydı da 10 olsa, elə biz cəmi tapa bilərik də 11 üstəgəl 10 üstəgəl 18. Deməli, sətir, sütun, diaqonal üzrə cəm 39-dur. Bizdən x istəmir. Gətirək tapaq da 10 üstəgəl x üstəgəl 16 bərabərdir 39. 26 üstəgəl x 39, 39-dan 26 çıxaram. Düzgün cavab 13. Yəni D variantı. Hal əvəzinə uyğun olan variantı seçin. Yenə uşaqlar istəsəz ədəd rəqəm qoya bilərsiniz. Məsələn, 2, 3-dürsə, buna verək. Burada da 3, 2, 6 ilə gedək onda. Deməli, əgər buna 6 versəm, buna da 6 verirəm. Deməli, 2, 6, 6, 12, 12-ni 3-ə bölsək, deməli, ördək 4-dür, 6, 6, 6. 18, deməli bu olur 9. Düzdürmü? Bu 4-dürsə, deməli onda buna nə düşür? 1 düşür. İndi bizdən 9 istəyir. Gəlin variantlara baxaq. 1, 1, 1, 4, 7. Bu deyil. 1, 4, 4, 8, 9. Cavab elə 3-cü testdə olur. C variantı. Gəldik 4-cü testdə. Ulduz əvəzinə uyğun olan variant. Deməli, nə edib uşaqlar? Evin fiquru evi tən ortadan bu şəkildə bölüb, yuxarıdakıları simmetrik olaraq bunun üstünə qatlayıb. Qatlayanda avtomatik evin şəriyə baxın, bu buradadır. Bu şəkildə. Amma sağa sola baxanlar eynidir. Bax, bu görsünüz burada qalıb. Bu burada qalıb. Gördünüz. Amma yuxarıdan gələn oxlar dəyişib. Bu yuxarıdan gəlirsə, burada aşağı olub. Bu şəkildədirsə, işarəsi dəyişib. Bu da bunun üstünə düşübdür deyə işarəsi dəyişir. Bu aşağıda, bu zaten öz yerində qalır. Başa düşdünüz? İndi bax, bu fiqur sizin öz fiqurunuzdur. Bu olduğu kimi qalmalıdır. Burada dəyişmə ixtiyarınız yoxdur. Deməli, baxaq. Bu, bu. Bu olduğu kimi qalıb, düzdür. Burada da bu hissə, bu hissə, bu hissə. Bu hissə variantlarda qalmalıydı. Başa düşdünüz? Hamısını da yoxlayıram ki, bu bunun öz figurudur. Bu hissə doğrudur. Burada yenə bu hissə, bu hissə və bu hissə. Bu getdi. İndi yuxarıdan nə düşür? Bax, bu hissə, bu tam bura gələcək, amma üzü aşağı. Düzdürmü? Bax, bura gəlməliydi bu şəkildə. A variantı getdi. Burada da üzü aşağı olmalıydı. C də getdi. Burada da üzü aşağı olmalıydı. Elə B də getdi. Düzgün cavab D variantı. Şu. Bitdi. Digərlərini də istəsəz yoxlayaq. Bu hissə sağa baxırsa, zaten məndə də sağa baxmalıdır. Burada sağa baxır, burada sola baxır. Səhvdir. Burada yenə
sağa baxır. Burada yenə istiqamətli bir səhv verir. Onsuz da səhv idi. Başa düşdünüz bu şəkildə. Sağ sol qalır. Bir dənə yuxarı aşağı olur, aşağı yuxarı. Beşinci fiqurun tərkibindən çıxarılan hissə hansıdır? Hansıdır? Deməli, mən məsələn tapa bilərəm ən rahat. Mən yoxlasam, özüm imtahana gedib mənə sual düşsə, bu uzun hissə ilə yoxlayaram. Nə deməkdir uzun hissə ilə yoxlayaram uşaqlar? Baxın, məsələn, mənə lazımdır 1, 2, 3. 1, 2, 3. Gəlin buradan başlayaq da 3. Məsələn, burada 1, 2, 3, 4 olub. Amma burada məndə bu aşağı hissə də 3. 3-dən olmalıydı. Başa düşdünüz? Yəni bu 5 səhvdir. Burada da 1, 2, 3-ün ortasından başlamır. 1, 2, 3-ün birincisindən yuxarı gedir. Yəni bax bu da səhvdir. İndi buradan geçsək 1, 2, 3. Buradan başladı. Əla. Buradan sağa verdi. Bu da doğru. Burada problem bilirsiniz nədir uşaqlar? Bu hissədə ikisi sağa, ikisi soladır. Amma bu neyini görün? 3'ü sağa, 1'i soladır. Onda düzgün cevap A variantıdır. Bak bu hissə burada başlayır. Doğrudan da ikisi sağ, ikisi sol. Burada ayaqlar bir şəkli tərsinə çevirib variantlardır. Düzgün cevap A variantı. Daha sonra deyir ki, faizli 4-cü siniflər bu uşaqlar baxmaz, amma digərləri yenə də qulaq asar. Limon ədədini amanata alıb, ay 5 ədədini amanata satan satıcı. Mən həmişə demişəm ki, gedin də buradan bir ədəd verin. Məsələn, 8-ə 5-ə bölünən bir ədəd. Məsələn, limon ədədini 40 manat. Ayı özümdən 40 veririm. A deyil 40-da. Deyir limonun 8 ədədini 40 manata alıbsa, deməli bir limonu neçəyə alıb? 40 bölünsün 8, yəni 5 manata. Sonra 5 ədədini 40 manata satırsa, bir limonu neçəyə satır? 40 bölü 5, 8. 8 manata satır. Bu satışdan əldə etdiyi faiz, yəni əgər 5 manata alıb da 100%dirsə, 8 manat neçə faizdir? Çarpaz vursam, 8 vur 100 böl 5, 160. Yəni 100 idi, olub 160. Neçə faiz burada qazanc əldə edib? 160 çıxılsın 100, bu da bizə verir 60. Yəni D variantı. Yəni xəyali bir ədədlə çox rahat tapmaq olur. Görək burada nə ardıcılıq var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Birinci fiqurda, birinci şəkildə 9. İkincidə 1, 2, 3, 4, 1, 2, 3, 4. Belə yazın da sizə. Birincidə 3 vur 3'dür. İkincidə 4 vur 4'dür. Üçüncüdə 1, 2, 3, 4, 5. 5 vur 5'dir. Bu bizdən 30'u soruşur. Düzdür. Uşaqlar görün necə bir məntiq var. Birinci addımda 1'in 2 vahidi artırsam neçə olur? Bu 1'i 2 vahidi artırsam 3, 3 vur 3. 2'ni 2 vahidi artırsam 4 vur 4. 3'ü 2 vahidi artırsam 5 vur 5. 30'u 2 vahidi artırsam olur 32. Yəni 32 vur 32. 32'nin kvadratında artıq məncə çox uşaq əzbər bilir ki, bu 1024 deməkdir. Yəni D variantı. Məsələn 30 deməsəydi uşaqlar, desəydi ki, nə bilim 20-ci fiqurda o zaman nə edəcəkdik? 20'nin üzərinə 2 gələrdik, 22 vur 22'ni tapardık. Gerisini də verə bilərdi uşaqlar. Deyərdi ki, məsələn 324 kiçik kub neçənci fiqurda olacaq? Siz tez düşünün ki, 324 hansı ədəd bir-birinə vurduqda 324 olur? 18 vur 18. Cavab 18 deyil. 2 artanda 18 edən ədəd deməli 16-cı fiqurdur ki, 16'nın üzərinə 2 artıracaq, deyəcək 18 vur 18, 324. Yəni testi sizə imtahanda, mən məsələn sizə bu yolla izah edirəm. İmtahanda buna bənzəri geriyə doğru da salınmış versiyası verilə bilər.
Şəkildəki fiqurdan kiçik kublar üst-üstə yığılmışsa, bu fiqurun kub formasında tamamlamaq üçün ən az neçə ədəd belə kiçik kub lazımdır? Mən bunu öyrətmişdim də. Birinci mərtəbədə olanlara 1 yazıram, ikinci mərtəbədə olanlara 2, üçüncü mərtəbə 3, 4 yoxdur. Bunlar da 5'dir. 4 vur 5, 20. 3 vur 3, 6. 2 vur 2 vur 2. Daha doğrusu 2, 2, 2, 6. 1, 2, 3, 4, 5, 6, 7. Hamısını topla. Bu da bize verir 39. Bunun kub olmağı için en büyük burada tərəf 5 değil. Onda bu olmalıdır. 5 vur 5 vur 5. Yani 125'e tamamlamalıyıq. 125'ten çıxaraq 39'u bu da bize verir 86. Yani düzgün cevabımız C variantı. Sonra 9'a baxaq. 9'u çox maraqlı testdə. Deməli, bu deyəsən 11-dir, hə? 11 üstə gəl 6. Bu 17-dirsə, deməli 1, 2, 3. 3 yaşıl, 2 bənövşəyi 17-dir. Buradan hər tərəfdən bir yaşıl çıxartsam, deməli yaşıl üstə gəl bənövşəyi 7-dir. Düzdürmü? Bir yaşıl, bir bənövşəyi. O zaman 2 yaşıl, 2 bənövşəyi olmalıdır 14. Düzdürmü uşaqlar? Onda 3 yaşıl, 2 bənövşəyi niyə 17 olur? Və bir 3 yaşılın içində 1 yaşıl, 2 yaşıl belə düşünün də, başa düşdünüz? Əgər 2 yaşıl, 2 bənövşəyi 14-dürsə, burada artıq olan nədir? 1 yaşıl. 1 yaşıl neçədir? 17 çıx 14, 3. Yaşıl 3-dürsə, bənövşəyimiz 4-dür. Şimdi gətirək baxaq. Bənövşəyi 4, 1, 2, 3, 4, 5, 6. 6 vur 4, 24. Yaşıl neçə dedim? 3. Deməli, baxaq 24 bərabərdir 3 üstə gəl. 3, 3, 6. 2 dənə yaşıl var axı. İkisi də tapmaq üçün 24, 6. Bu da bizə verir 18 A variantı. Və 10-cu, sonuncu testimiz. Neyini uşaqlar? Və 5 və 8-in cəmi 13. 17 və 2-nin cəmi 19. O zaman 4 və y-in cəmi bizə verməlidir 17, y 13 olur. 7 və x-in cəmi olmalıdır 14, x-ə də qalır 7. Bizdən x üstə gəl y2 soruşur, 13 üstə gəl 7, 20. Yuxarıya doğru hərəkət etsə yenə eyni şeydir. Baxın uşaqlar, 2 üstə gəl 19 neçə olur? 21. 8 üstə gəl 13 neçə olur? 21. 4 üstə gəl 17 neçə olur? 21. 7 üstə gəl 14 neçə olur? 21. Bu şəkildə bizdən x və y tapdıq. Düzgün cavab olur 20. Hər dərsin sonunda deyirəm uşaqlar, izahlara diqqətlə baxın. Çox artıq dərəcədə xahiş edirək, izahlara diqqətlə baxın. Uğurlar hər bir bizə. Növbəti testlərdə görüşərik.